tərəfindən verilmiş vəsatət təmin edilməsin. Məhkəmə iclası Avtomobil qəzası zamanı bir nəfərin ölümü və digərinin xəsarət almasında təqsirləndirilən Arzum 9999 ləqəbli tiktoker İlduza Hacıyevanın cinayət işi üzrə növbəti məhkəmə prosesi keçirilib. OXAZ məlumatına görə Xəzər rayon məhkəməsində keçirilən prosesdə cinayət işinin ibtidai istintaqını aparan Xəzər rayon Polis İdarəsinin baş müstəntiqi ifadə verib. Hadisə baş verəndən bir müddət sonra müstəntiqin hadisə yerinə gəlməsi və hadisə yerinin vəziyyəti ilə bağlı protokollarda aparılan qeydlər zamanı yaranmış anlaşmazlıqlara müstəntiq aydınlıq gətirib. Təqsirləndirilənin vəkili isə öz növbəsində ibtidai istintaq zamanı hadisə yerinin sxeminin tərtibi və bəzi müayinələr zamanı müəyyən anlaşmazlıqların olduğunu deyiblər. Buna görə də vəkil Hikmət Əliyev ibtidai istintaqın yenidən aparılması ilə bağlı vəsatət təqdim etsə də məhkəmə vəsatəti təmin etməyib. Daha sonra protokollarda əldə edilmiş hal şahidlərinin ifadələri ilə bağlı təqsirləndirilən vəkili Vərid Həsənov vəsatət verərək hadisə baş verən zaman hal şahidlərinin həqiqətən də hadisə yerində olub-olmadıqlarını müəyyənləşdirmək üçün anten dairələrinin müəyyənləşdirilməsini istəyib.